Salam. Üçüncü suala bakacağız bu günləri. Üçüncü sualda deyir ki bizə uyğunluğu müəyyən edin. Gəlin biz uyğunluğu müəyyən edək. Birdə verib bizə ölkəmizdə bütün iqlim tipləri və yarım tipləri sərhəddə yerləşir. Bəli, doğru fikirdir və doğruda doğrunu götürməliyik biz. Ona görə bir doğrudur. İkidə deyir bizə yer səthinin hər santimetr kvadratına sahəsinə ildə 1020 mm yağın düşür. Bəli, doğru fikirdir. 10-cu sinif coğrafiya dərsində verilib. Eyni miqdarda yağıntı düşür və eyni miqdarda da yağıntı buxarlanır. Doğru fikirdir, amma qarşısına yanlış yazıldığı üçün biz bunu götürmürük. 3-də deyir bizə bir saat çayın keçdiyi ərazilərdə paleogen yaşlı surlara rast gəlinir. Bəli, hövzəsində rast gəlinir. Doğru fikirdir. Qarşıdan doğru yazıldığı üçün biz 3'ü götürürük. 4'e baxırıq. Hind, Oranj və Darling çayları mənsəbləri eyni təbii zonda yerləşirlər. Hər üçünün mənsəbi yarım səhra və yarım səhradır. Həmçində səhra landşaftıdır. Doğru fikirdir bu. Amma qarşısına yanlış yazıldığı üçün biz bunu götürmürük. 5'e baxırıq. Temperatur nə qədər yüksək olarsa, mümkün buxarlama göstəricisi də bir o qədər az olar. Az da olar, yox, çox olmalıydı bu ifadə. Yanlış fikirdir, doğru, qarşısına doğru yazıldığı üçün biz bunu götürmürük. Deməli, 5 də səhvdir. 6'ya baxırıq. Maşınqarma sənayesi və orada çalışanların sayı məhsulun dəyərinə görə sənayet sahələri arasında meteorologiya və kimya sənayesindən sonra 3-cüdür. Ümumiyyətlə, maşınqarma sənayesi orada çalışanların sayına görə 1-ci yerdədir. Bu cümlədə 10-cu sinifdə var. Yanlış fikirdir, yanlışda yazıldığı üçün biz bunu götürürük. Doğru cavablarımız olur burada. 1, 3 və 6.